Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, bildiyimiz kimi sabah 9-cu siniflər üçün, yəni 2 noyabr buraxılış imtahanıdır. Sınaq imtahanıdır təbii ki. Amma bilirəm ki, çox şagird bu imtahanı gözləyir. İmtahanın necə olmağı barəsində narahatdır. Uşaqlar, əvvəlcə onu deyim ki, bununla bağlı əslində bir dəfə video paylaşmışam. Yəni hansı mövzular düşəcək. Ona görə çox üzərində toxunmayacağam bunların. Mövzular gördüyünüzdür. Cəbirdən natural ədədlər, adi və onluq kəsirlər, həqiqət ədədlər, faiz nisbət tənasüb, çoxluq və tam cəbri ifadələr. Həndəsədən isə həndəsənin ilk anlayışları ilə suallar düşəcək. Yəni uşaqlar, belə deyim də, əvvəlki paylaşdığım videoda bir dəyişikliyimiz yoxdur. Mövzularımız bunlardır. Amma suallar nə olacaq? Təbii ki, uşaqlar, imtahana hələ bir axşama qədər vaxtınız var. Bir də sabah saat 9-da olacaq, səhv etmirəmsə 9-da olmalıdır. Əvvəlcə onu deyim ki, imtahandan çıxan kimi saat 12-də bitməlidir. 0.70 999. Baxın uşaqlar. Kitabçanızı, yəni sualları bu nömrəyə anında göndərin ki, yəni 12:00-da bitən kimi göndərin ki, mən onun izahını çəkeyim, paylaşım, sizdə cavabları yoxlayın. İmtahandan çıxan kimi göndərin anında ki, tez paylaşımda. Nə qədər tez göndərsiniz, o qədər tez paylaşacağım. Gəldi indi suallara. Uşaqlar, 9-cu siniflərin ümumiyyətlə əsl imtahanında da, sınaqlarda da, buraxılış imtahanları, sınaqlar asan olur. İmtahana ən çox yaxın olan OTK-nın sınağıdır. OTK-nın sınağı hətta bəzən biraz çətin olur. Ən yaxın olanı hədəfin sınağıdır. Güvənin sınaqları çox gözəldir. Sadəcə biraz fərqli sual tipləri çox olur orada. Buraxılış tipində sual az olur. Amma hədəfin sınaqları buraxılış tipinə çox yaxındır. Bir də OTK-a çox yaxındır. Ona görə çalışıram ki, bu kursların sınaqlarında mütləq şəkildə iştirak edin. İndi OTK-nın sınağında nə olacaq? Dediyimiz kimi mövzular bunlardır. Natural ədədlərdən xüsusilə hansı hissələrini təkrar edin? Baxın uşaqlar. A, B, C. Bir dəqiqə mən bunu səssizə atım. Deməli, ABC. Bunun açılışı necədir? Baxın, bununla bağlı sual düşmə ehtimalı yüksəkdir. C təklik, B onluq, A yüzlük. Olacaq 100A. Üstəgəl 10B, üstəgəl C. Baxın, bu tipdə açılışları bilməyiniz lazımdır. Sonra, məsələn, 4A bərabərdir 5B. Buradan bilməlisən ki, A ilə B əgər rəqəmdirsə, A 5-dir, B də 4-dür. Mütləq şəkildə bu əvəzləmələri bilməlisiniz. Belə yadınızda saxlayın. A-nın qarşısında 5-dir, B-nin qarşısında 4-dür. Baxın, bu anlayışları yaxşı bilməyiniz lazımdır. Sonra, Əbu-Bəkov. Ən çox sual tiplərindən biri Əbu-Bəkovdur. Yadınızda saxlayın. Əgər böyük bir şeyi parçalayıb kiçik bir şey yaradırsınızsa, bu əbobdur. Əgər yox, kiçik bir şeydən böyük bir şey yaradırsınızsa, bu əkobdur. Məsələn, nümunə göstərirəm. Məsələn, deyir ki, bağın ətrafında ağaclar əkiləcək. Uşaqlar, məsələn deyirəm. Baxın, bu qayda sual həll eləmirəm. Hansı sualın əbob, hansı sualın əşob olduğunu bilmək üçün. Mən bağda ağac əkmək üçün mən bunu tərəflər hissələrə bölməliyəm də, düzdür. Burada ağac əkiləcək, burada əkiləcək. Deməli, nə etdim? Böyük bir şeyi kiçik hissələrə böldüm. Deməli, nədir? Əbobdur. Və yaxud da hansı əşob olar? Tutaq ki, deyək ki, addım məsələləri. Tutaq ki, Akifin addımı 5 metr, nə bilim, Nərgizin addımı 6 metrdir. Nə vaxt üst-üstə düşər? İndi uşaqlar, elə bir məsafə olmalıdır ki, addımlar üst-üstə düşsün. Deməli, kiçik addımlardan böyük bir məsafə yaratmalıyam. Deməli, burada əkop tapılacaq. Və yaxud da deyir ki, sahəni kafeli ilə döşüyürəm, nə qədər kafel lazımdır. Uşaqlar, təbii ki, böyük sahəni kafellərlə döşüyürsünüzsə, böyük bir şey yaradırsınızsa, kiçik şeylərdən istifadə edib böyük bir şey yaradırsınız. Deməli, bu da nədir? Əkobdur. Yəni, ümumi necə oldu? Böyük bir şeydən kiçik bir şeyə hissələrə bölüb sildirsənsə, bu əbobdur. Kiçikdən böyük yaradırsansa, bu əkobdur. Əbu-Bəkovun düsturlarını yaxşı öyrənin, bölünmə əlamətlərini yaxşı öyrənin. Adi onluq kəsirlər bildiyimiz kimi 2 hissədən ibarət olacaq. Adi kəsirlər nə idi? Düzgün və düzgün olmayan. Düzgün olmayan uşaqlar. Bununla bağlı hesablama sualı düşmə ehtimalı böyükdür. Ona görə onları təkrar edin. Ona bir neçə nümunə işləyin. Əsasən də bu adi kəsirlərin üzərində əməllərə bax. Düzgün kəsillərdir, düzgün olmayan kəsillərdir. Bunlar artıq sadə şeylərdir, bilmək lazımdır. Onluq kəsirlərdə həmçinin üzərində əməllər müqayisəsinə xüsusilə diqqət edin. Amma böyük ehtimalla adi onluq kəsirdən bir hesablama sualı düşəcək.
Bir də ədədin hissəsinin tapılması, hissəsinə görə ədədin tapılması bundan sual düşmə ehtimalı çoxdur. Üçüncü daha doğrusu həqiqi ədədlər. Uşaqlar, həqiqi ədədlərin içərisində modul da var, rasional, irrasional da var, tam və kəsr hissə də var. Mən böyük ehtimalla düşünürəm ki, modulla bağlı sual düşəcək, ya hesablama sual olacaq, ya da modulun asılması ilə bağlı olacaq. Yadınızda saxlayın, modulda 5, 5-ə bərabərdir, modulda -5 də bərabərdir 5-ə. Bu təbii ki, asandır. Amma məsələn, modulda x çıx 3, əgər x-imiz 3-dən böyükdürsə, məntiqlə düşünün, x-imiz 3-dən böyükdürsə, 3-dən böyük ədəddən 3 çıxsa müsbət eləyər. Deməli, modul daxili ifadə müsbətdirsə, olduğu kimi açılır. Amma məsələn, baxın, x kiçikdir 3, yenə modulda x çıx 3. Fikir verin, 3-dən kiçik nə deməkdir? 2, 1, 0 və s. Birini götür, kiçik ədəddən 3 çıxsa mənfi eləyəcək. Mənfidirsə bunun yeri dəyişir olur 3 çıx x. Bax, modulda bu tip suallar çox şagirdin səhv elədiyi suallardır. Bunlara diqqət edin. Sonra nə ola bilər? Faiz nisbət tənasübdə də uşaqlar. Faiz biraz geniş mövzudur, xüsusilə məhlullara diqqət edin. Nisbətlə tənasüb ayrı asandır. Faizdə nədir uşaqlar? Məsələn, deyək ki, 30 qram duz, 70 qram su qarışdıranda neçə faizli məhlul alınır? Yadınızda saxlayın. İki maddəni qarışdırırsınızsa, qarışığın toplam cəmi məxrəcdə olmalıdır. 30 ilə 70-in cəmi nə eləyir? 100. Və maddə, sağ maddə sürətli olmalıdır. 30 vurulsun 100-ə faiz olacaq. Bunlar getdi, nə qaldı? 30%. Sən başqa birini hesablayaq. Tutaq ki, 15 qram duz, 15 deməkdir. Məsələn, 14 qram duz, 36 qram su qarışdırılır. Dedik axı, bu toplam qarışıq məxrəcdə olur. 14-ün 36 50 eləyir. Sağ maddədə duzlu sürətdə vurursan 100-ə. Bundan bu ixtisar gedirik ki, 2-ni də 14-də vuranda 28. Deməli, 28% olacaq. Yəni, məhlulun faizini hesablayanda sağ maddə sürətdə bölürsən məxrəcə. Məxrəcdə də olur bütün hamısının cəmi. Vurursan 100-ə, bitdi. Bu məhlul məsələlərlə bağlı burada diqqətli olun. İkincisi çoxludur. Çoxludan çox danışmaya ehtiyac yoxdur. Mən nə qədər şagirdə dərs demişəm, 99% çoxluq sualını bilib, başa düşüb, rahat həll edib. Ona görə çox bir şey deməyəcəm onun üzərində. Tam cəbri ifadələrdə də əsas nələr bir hədlidir? Ədəd, dəyişən, onların natural üstü qüvvət. Baxın uşaqlar, ədədlər də bir hədlidir. Yəni 5 də bir hədlidir, 3 də bir hədlidir. Bir dəqiqə. 2 də bir hədlidir, 7 də bir hədlidir. 18-də 1 də bir hədlidir, kök altında 5 də bir hədlidir, kök altında 3 də. Yəni qısası bütün ədədlər bir hədlidir. Sonra dəyişənlər M, N, K, A, B, S, bütün hərflərimiz də belə deyək, hamısı bir hədlidir. Həmçinin bir də onların natural üstü qüvvəti, məsələn 3 A kvadrat B. Bu da bir hədlidir. Çünki qüvvəti burada da 1-dir. Bunlar hamısı nədir? Bir hədlidir. Yəni bir hədli ilə bağlı sual düşə bilər. Məsələn, deyək ki, nə bir hədli deyil. Uşaqlar, 3A bir hədlidir, nə bilim, B bir hədlidir, 4x kvadrat, y bir hədlidir. Amma məsələn, 3x plus 2 desə, bu bir hədli deyil, bu çox hədlidir. Çünki bu da bir hədlidir, bu da bir hədlidir, toplayanda olur çox hədli. Yəni, bəzən çaşdırmaq üçün sual verir ki, hansılar bir hədli deyil, hansı bir hədli deyil. Baxırsan ki, bu da bir hədlidir, bu da, əslində bu da ödəyir də şərti. Bu bir hədli deyil, sadəcə çox hədlidir. Mən onlara diqqət olun, diqqət edin. Bir də ən vacib məsələlərdən biri müxtəsər ma düsturudur. 7 dənə düsturumuz var, 2 dənə də köməkçi. Onu artıq burada yazmıram. Hər yerdə var, axtarıb tapa bilərsiniz. Onları mütləq öyrənin. Böyük ehtimalla sadələşdirmə suallarından düşəcək. Keçdik həndəsə. Həndəsənin ilk anlayışları uşaqlar. Çox uzatmayacağam. Ən asan mövzulardan biridir. Əsas orada fiqurlarla bağlı suallar düşə bilər. Məsələn, hansıdır bu? Bu tərəfdəkilərin cəmi buradakına bərabərdir. Sonra məsələn, belə ola bilər. Buradakı, bir də buradakı bu 3 bucağın cəmi 360 dərəcədir. Sonra belə bir fiqurumuz ola bilər. Bu ikisinin cəmindən 180 çıxanda buranı verir. Yəni, alfa bura beta olsa, alfa üstə gəlib beta çıx 180 bərabər olur x-ə. Baxın uşaqlar və s. Bizim dərs izahlarımız var, hamısını da qeyd eləmişəm. 2x sürəti ilə qoşub baxa bilərsiniz. Bunların hamısı imtahana düşmə ehtimalı çox yüksəkdir. Gəldi 3 bucağa. Düşünürəm ki, ən çətin suallar olsa üst bucaqdan olacaq. Üst bucaqda da əsas
düz bucağı üç bucağı düşəcək, bərabər tərəfli üç bucağı düşəcək, bərabər yanlı üç bucağı düşəcək. Sonra sahə düsturları düşəcək, median tam bölən hündürlük düşəcək. Məsələn, sinuslar, kosinuslar teoremi düşməyəcək. Bunlar düşməyəcək. Bundan rahat ola bilərsiniz, amma yerdə qalan hissələrin hamısı düşəcək. Əsas sahə düsturlarını öyrənin. Sonra yəqin ki, radiusla bağlı sual düşməz. Düşsə də hər ehtimal deyim, daxilə və xarici çəkilən çevrənin radiuslarını öyrənin. Sonra medianı, tam böləni, hündürlüyü, bu hissələrini yaxşıca oxuyun. Bunlardan düşmə ehtimalı çox yüksəkdir. Bir də qarışdırmayın uşaqlar. Tam bölən bucağı yarıya böləndir. Median tərəfi yarıya böləndir. Əgər bucağı yarıya bölürsə, bu tam böləndir. Tərəfi yarıya bölürsə, bu mediandır. Çox uşaq bunu qarışdırır. Həm bucağı yarıya bölüb, həm tərəfi yarıya bölübsə, bu anda həm mediandır, həm tam böləndir. Deməsə belə, həm də hündürlükdür. Bu sadəcə bərabər yanlı üç bucaqda olur. Nəzərinizdə olsun. Dediyimiz kimi mövzularımız bunlardır. İmtahandan çıxan kimi bax, bu gördüyünüz nömrəyə yazırsınız, mənə məlumat verirsiniz. Bir də uşaqlar məlumatınız varsa, bizim ödənişsiz qruplarımız var. Linklər rəy bölməsində olacaq. Keçid edib qoşulun. Çoxlu sınavlarımız olacaq. Sağ olun, hər birinizə uğurlar.